tədbir iştirakçıları, dəyərli müəllimlər və əziz tələbələr. Bugün təqvimimizin ən müqəddəs, ən şərəfli və ruzi bərəkətli günlərindən biridir. Bir tərəfdən milli qürurumuz, Şərqdə ilk demokratik və dünyəvi cümhuriyyətin qurulduğu 28 may müstəqillik gününü, digər tərəfdən isə İslam aləminin ən müqəddəs bayramlarından olan qəlbləri səmimiyyət, mərhəmət, birlik və paylaşmaq hissləri ilə qovuşduran mübarək Qurban Bayramını qarşılayırıq. Həm milli müstəqilliyimiz, həm də müqəddəs Qurban Bayramımızı təbrik edirəm. Dövlətimiz əbədi, birliyimiz sarsılmaz. Kəsilən qurbanlarınız və edilən dualarınız Uca Allah dərgahında qəbul olsun. Tədbirimizi açıq elan edirik. Canına yarım nina, esmer yarım nina, nina nina. Boy olsun verin, canına yarım nina, esmer yarım nina, nina nina. Təşəkkür edirəm. Şamaxıya bir daha xoş gəlibsiniz. Şamaxı Regional Kollecin qapıları hər zaman sizin üzünüzə açıqdır. İnşallah mən inanıram ki, bu birinci dəfəm olmayacaq. Bu ilkdir. Mətanət xanım sağ olsun. Təşəkkür edirəm kollecimizin rəhbərliyi adından. Hər iki Mətanət xanım, hər ikinizə. Hər ikinizə. Ona görə ki, bu günlərin bizə bu gözəlliyi yaşatdınız. Bax, bu günlərin bu bizim kollecimizin həyatında bu Şamaxı, bu ruhu hiss elədi. Bu musiqini duydu. Var olasınız. Çox sağ olun, var olun. Bugünün tarixi və mənəvi əhəmiyyəti bizim üçün çox böyükdür. Çünki bugün ölkəmizdə milli müstəqillik günü qeyd olunur, eləcə də müqəddəs Qurban Bayramı qeyd olunur. Biz də bu münasibətlə Şamaxı Dövlət Regional Kollecində böyük tədbir proqramı ilə çıxış etdik. Tədbirin qonaqları Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət, qədim musiqi alətlərindən ibarət miras qrupu, eləcə də Şamaxı Dövlət Regional Kollecinin tələbələrindən ibarət məqam ansamblı iştirak edirdi. Tədbiri keçirməkdə əsas məqsədimiz şagirdlərimizi, tələbələrimizi vətənpərvərlik ruhunda yetişdirmək, milli və mənəvi, bəşəri dəyərlərimizi nəzərə almaqla onları şəxsiyyət yönümlü kimi yetişdirməkdir.